Biri deyər, mən günahkaram, İmam Hüseynin mənlə nə işi ola bilər? Bəli, işi var. Nə qədər günahkar? Ən pis günah belə fikirləş, ən pis günahı götür. İmam Hüseynin o günahkarla da işi var. İstəyir şərabxor olsun, istəyir zinada olsun, harda olur olsun, üzr istəyirəm. Hansı günahı deyirsən de, İmam Hüseynin ondan işi var. Bir alim İmam Hüseynin məclisində danışırdı, moizə eləyirdi Məhərrəm günlərində, hər gün moizə eləyirdi. Hər gün moizə eləyir, 10 gün İmam Hüseynin məclisində danışır, 10 gündən sonra bir dənə paket gətirib verirlər buna. Deyirlər, bu paketi sənə veririk, bunun içində bir məbləğdir, bizim üçün əziyyət çəkdin, biz də bunu ehsan eləmişik, sənə bu cür xidmət eləyirik. Həmən alim götürür, çıxır bayıra, gedirlər bir məntəqə var, o məntəqədə fəsad əhli ora yığışırmış. Həmən məntəqəyə yığışırmış. Bilirlər, məsələn, bu yer fəsad əhli elə burada dayanır. Oradan yolla keçəndə, çox təəssüflər olsun da, bizə yad deyil, biz cəmiyyətdə belə şeyləri görürük. Yolla keçəndə görür ki, yolun qırağında bir, üzr istəyirəm, qadın dayanıb, yanındakına deyir ki, ged o xanımı çağır bura. Deyir, ağa, sən nə danışırsan? Bura bəllidir, haradır? Bu adam bəllidir, nə işin sahibidir? Bu adam burada niyə dayanıb bəllidir? Sən bunu nə edirsən? Deyir, sənə deyirəm, ged çağır onu. Çağırır, gəlir, yaxınlaşır. Deyir, uzadır həmən paketi ona, o pulu. Uzadır ona, deyir, mən 10 gün İmam Hüseynin əza məclisində İmam Hüseynlə danışmışam. Bu pulu verirəm sənə, bu günlük ged elə. Bunu verirəm sənə, get. Deyir, çıxdıq, getdik. Üstündən nə qədər keçdi, həmən alim ziyarətgahların birində görür ki, deyirlər ki, ağa, bir xanım səni çağırır, işi var səndən. Gəlir, yaxınlaşır, deyir, nədir? Bu xanım deyir, sən məni tanımadın, deyir, yox, mən sən hardan tanıyım? Deyir, yadıva gəlir, bir dəfə bir xanıma paket verdim, pul, İmam Hüseynin məclisində danışdığıma görə aldığın pulu verdin. Deyir, bəli. Deyir, mən həmən xanımam. İmam Hüseyin məni oradan götürdü, apardı. Günahkar fikirləşməsin, mən günah eləyirəm, Hüseynin mənlə nə işi? Hüseynin işi elə günahkarlarladır.